Siz özünüz də inanmayacaqsınız ki, bunu siz hazırlamısınız. Bu qədər asan resept hələ görməmisiniz. Yəqin ki, kəşfiyyatda qarşınıza içi ağışqan şokoladlı, kənarları pambıq kimi yumuşaq bir berliner mütləq çıxıb. Bu gün o berlinerin reseptini sizə elə asan bir qaydada başa salacağam ki, özünüz hazırlayıb şok olacaqsınız. İşimizə ilk olaraq 200 ml ilıq suyun üzərinə 1 dolu yemək qaşığı şəkər tozu, 10 qram quru maya əlavə edib 10 dəqiqə mayalandırmaqla başlayırıq. Ardınca 1 çay qaşığı duz, 1 ədəd yumurta, 3 stəkanda un əlavə edin. Stəkan dedikdə xrustal stəkanlarla ölçünü nəzərdə tuta bilərsiniz. Unu stəkanla doldurun, tam üzərinə əlavələri əlinizlə boşaldın. Xəmiri yoğurma mərhələsində 3 yemək qaşığı çəri yağında yavaş-yavaş əlavə edib xəmiri yoğurun. Üzərini örtün, 10 dəqiqə dincəlsin. 10 dəqiqədən sonra təmiz hamar bir xəmir əldə gördüm ki, artıq xəmirim gözəl mayalanıb. Xəmiri bir gözəl yoğurursunuz. Əgər belə yoğurmasanız xəmirinizdən maya qoxusu gələcək. 10 eyni bərabər kündələri ayırıb üzərindən belə əlinizlə basın və hardasa 40 dəqiqə mayalandırın. Tavaya 3 barmaq qalınlığında yağ əlavə edin və berlinerlərinizi başlayın bişirməyə. Kündələrə bölüb mayalanan zaman mütləq altına yağlı kağız sərin ki, bişirmə zamanı əlinizlə toxunub berlinerlərin havasını söndürməyəsiniz. Hardasa 10-15 dəqiqədən sonra hər bir tərəfini pudra şəkərinə belə vurun, çubuqla dəlik açın və şokolad yağını əlavə edin. İstədiyiniz şokolad yağını əlavə edə bilərsiniz. Belə yağlı kağızları paket edib servis edə bilərsiniz. İnanın ki, olduqca ləzzətlidir. Dadına doymayacaqsınız. Ən əsası mən bunu edə bilmərəm deməyin. Gedin mətbəxə və bunun necə gözəl hazırlandığını özünüz şahid olun. Sizə bir sualım var. Bir stəkan çayla bunların neçə də deyə bilərsiniz? Rəylərdə sizi gözləyirəm.